Hər kəsə salam. Səhər açıldı və mənə elə gəlir ki, artıq başa düşdünüz bu nə kadrdır. Mən yenə də diyetaya otururam. Bilmirəm nə qədər gedəcək bu məndə. Çünki mən uzun müddət diyetada otura bilmirəm. Uzaqbaşı bir həftə. Sonra yenə hər şeyi tullayıram. Amma indi özümə söz verdim. Rovna bir ay özümü saxlayacağam. Çünki mənim motivatorum mənim baldızımdır. Biz ikimiz bir yerdə başladıq və bir-birimizə şəkil atacağıq. Kim nə günorta, səhər və axşam yeməyini yeyəcək. Belə. Mən bilmirəm bu nə qədər çəkəcək məndə. Çünki mən uzun müddət belə dietada qala bilmirəm. Əsəb oluram, stres yaşayıram. Amma hələ ki həvəsim var. Və belə sizə əgər maraqlıdırsa çəkəcəm. Nələr yeyirəm, nələr bişirirəm, özümə aiddir. Bundan qabaqki diyeta tutmuşdum. Yəni 6-dan sonra heç nə yemirdim. Sizinlə birlikdə eləmişdim. Qızların çoxsu yazır ki, bunun axırı nə oldu? Yəni dözə bildin bir ay. Onun axırı elə oldu ki, may ayı olmuşdu onda. Papam bizə belə bir sürpriz yaşatdı və ona görə hər şeyi atdım. Hər şey bir-birinə qarışdı. Çox pis dövr yaşamışdım həmən vaxtı. Ona görə o yarımçıq qaldı və sonra ona heç qayıtmadım. Belə. İndi isə görək, mənim baldızım deyir ki, gəl ikimiz bir yerdə diyetaya oturaq. Oturaq da. Nəysə, mən gedim bunu yeyim, sonra yoxsa yumurta buza dönəcək, yeyə bilmirəm soyuq yumurtanı. Mənə nuş olsun və mənə çoxlu güc gəlsin ki, bunu yarımçıq qoymayım. Bulka hazırlayıram. Burada məndə apara, hələ ki qalxır yavaş-yavaş. Birazdan xəmir eləyəcəm. Mən isə burada yemək bişirirəm. Burada toyuq qızardıram. Bu məndə padlivka olacaq. Burada qreçkadır. Yanına bir dənə makaron eləyəcəm. Kim nə istəyir onu da yeyər. Və burada axı mən diyetaya oturmuşam. Çörək eləyəcəm mərcdən. Çörək düzəldəcəm. Hələ ki yumuşam qəşəng bunu. Suya qoydum ki şişsin. Belə. Mən bulka yeməyəcəm. Çalışacağım yeməyim. Bilmirəm özümü necə saxlayacağım. Amma çalışacağım ki yeməyim. Çünki mən özümə çörək eləyirəm. Belə. Bulka hazırladım. Amma sizsiz eləmişəm. Çünki məndə mətbəxdə dəlixana idi da, əməlli başlı dəlixana idi. O qədər iş görürdüm. Həm yemək bişirirdim, həm xəmiri yayırdım ki, bulkağa qoyum, həm göyərti yuyurdum. Belə kaş idi da. Hamı məktəbdən gəlib, hamı yemək istəyir, hərə bir yerə çağırır və ona görə məndə bəzi xəmir belə pis alındı, yapışdı. Belə oldu əyri-üyrü, amma eyb yox. Dadı çox qəşəng olacaq, amma əyri-üyrü eyb yox. Uşaqlar bunu evdə yeyər, səliqəli olan bulkaları isə məktəbə aparacaqlar. 2 dənə belə proteindir. Burada da invalid bulkalarım var. Eyb yox. Eyb yox. Bir də burada hamısı səliqəlidir. Görürsüz nə qəşəngdir bulkalarım. Bəhbəhdir. Qəşəng qalxıblar. İndi yumurtanın sarısını götürəcəm, çalacağım və üstündən gedəcəm və qoyacağım duxovkaya. Bu duxovka məndə işləyir, isti olmalıdır. Suyu göndərəcəm bunu duxovkaya. Bir şey ki, məndə pis alınanda, onu sizinlə paylaşanda tanış olan qızlar həmən dəqiqə ya zəng eləyərlər, ya yazarlar ki, belə kadrları göstərmə, poz, yalnız gözəl şeyləri göstər. Mən isə əslində heç vaxt ancaq gözəl şeyləri görmək xoşlamıram. Hər bir insanda nəsə yaxşı alınmır və onu paylaşanda onda o biri insanda motivasiya olur və bilirsən ki, həmişə gözəl bir şey olmur. Arada pis də ola bilər. Dietik çörəyi hazırlamışam. Çünki mən çörək yemirəm, şirniyyat yemirəm və baldızım mənə mərcidən resept göndərmişdi, çörək resepti. Birinci dəfədir bunu hazırlayıram. Bilmirəm içi necədir, çiğdir, pişib, bilmirəm. Amma burada 0 un var. Yəni un yoxdur burada. Deməli bu mərcidir içində, qatıqdır, yumurtadır, belə yağdır. İndi bunu kəsim, görüm. Əgər mənim xoşuma gəlsəm, gələn dəfə mütləq çəkəcəm, sizinlə birlikdə eləyərik.
Buydu. Bulkam hazırdır. Şu qurtardım. Bura biraz səliqəsiz olan bulkaları yığmışam. Burada isə səliqəli olan bu axırıncı partiyadır. Soyusun, istidir hələ ki qaynardı. Soyusun. Sonra onları da belə səliqəli qoyacağam, üstündə bağlayacağam. Belə. Çox qəşəng, yumuşaq bulkalar alındı. Daha doğrusu kətə. Sizə bir dənə life hack göstərmək istəyirəm. Deməli, sos hazırlayıram və bulyonu süzəndə həmişə uşaqları çağırıram. İndi hamı dərs eləyir, hamı məşğuldur, ona görə heç kimi narahat eləmək istəmirəm və bir dənə life hack göstərim. Deməli, necə bulyonu süzürəm. Belə qaşıq qoyuram. Süzgəc götürürəm, belə keçirdirəm bura, bu deşikdən belə keçirdirəm və belə. Bu süzgəc məndə bura yerləşmir, həmişə belə düşür də qazanın içinə. Amma belə burasına qaşıq qoyanda oje düşmür. Rahat buradan bulyonu dökürəm. Çox rahat, qəşəng life hackdır. Bəlkə də hamı bilir, amma kim bilmir onlara göstərim. Bəlkə də kimsə bilir, oje yadından çıxıb, işlətmir bu life hackı. Göstərim ki, siz də işlədin. Deməli, burada sos hazırlayıram. Burada soğanı qızartmışdım, qırmızı, yaşıl biber, pomidor, kartoşka və ət. Öz bulyonu tökdüm. Pripravalar, mütləq xoşladığımız pripravalar qatıram. Və indi su qaynayanda buzluqda məndə hazır pişmiş noxud var. Onu tökəcəm. Qazı söndürəcəm, sonra duz tökəcəm və göyərti. Vəssalam, bu da bizim sosumuz hazırdır. Hazır olacaq daha doğrusu. Bu qaşığı buradan götürüm, yoxsa birazdan qazanın içinə düşəcək. Qapağını bağlayım, qoy yavaş-yavaş pişsin. Görün özümə nə qədər Herkules almışam. Bizdə burada Aptavoy dükan var. Orada 1 manat 30 qəpiyə kilo Herkules satırdı. 1 kilo 1.30-a. 2 kilo götürdüm. Neyniyəcəm? Mən özümə Herkulesdən çörək hazırlayacağam. Bu həm kaş eləyəcəm, həm çörək, həm də dietik peçeni hazırlayacağım özümə. Bunu indi kofe çəkəndən biraz keçirdəcəm, hamısını yox, biraz keçirdim, sonra qarışdırım. Qoy təmiz un kimi olmasın da, belə biraz qarışıq olsun. Düzəldəcəm, biraz saxlayacağım kaşı üçün. Burada isə Ceyrana mayka almışam. Keçən il çox almışdım ona mayka. Yayda geyinmədiyinə görə harasa qatdalayıb qoymuşam. Hara qoymuşam tapa bilmirəm. Hər yeri, bütün şkafları dağıtdım, amma maykaları tapa bilmədim. Ona görə bir dənə mayka götürdüm. Və o biri maykaları da mütləq tapmaq lazımdır. Amma dəqiq bilirəm 3 dənə keçən il təptəzə mayka almışdım. Hardadır tapamıram. Bir də burada belə corab götürmüşəm 3 dənə, 50 qəpiyə idi bir dənəsi. Qəşəngdir, pambıqdır, yumuşaqdır. Tünd rəngdə götürürəm, çünki ağ rəngdə corabı heç sevmirəm. Bir günlük olur çünki bizdə. Bu mənə daha rahatdır. Arada elə olur ki, Murad məktəbdən gələndə corablarını çıxardır, özü sabunla yuyur və asır. Səhərsi günü də geyinir. Tünd corabı Murad qəşəng təmiz yuya bilər, amma ağ corabı gərək üstündə xeyli durmaq lazımdır. Ona görə belə tünd rəngdə götürdüm ki, Murada da bir də mənə rahat olsun bunu yumağa. Belə. Bunu indi aparım şkafa qoyum. Bunu isə kofe çəkəndən keçirdim və bir qaba doldurum.
Uşaqları məktəbə yola salandan sonra evə qayıdıram və məni evdə təmizlik işi gözləyir, həmişəki kimi. Evə girən kimi mətbəxə qaçıram. İlk təmizlədiyim şey buradır. Çünki evə girən kimi birinci buranı görürsən və gərək bura təmiz olsun. Sonra yavaş-yavaş o biri otaqlara keçirəm. Arada məndə elə olur ki, unuduram, mən hələ də yatağı yığmamışam. Axşam saat 5-dən sonra otağa girəndə görürəm ki, mən hələ də buranı yığmamışam. Və sizcə mən ondan sonra yatağı yığıram? Yox, yığmıram. Çünki bir neçə saat qalıb yatmaq üçün və ona görə belə də qalır. Arada məndə belə də olur. Hər videonun altında qızlar yazırlar ki, necə çatdırırsan 3 uşaqla həm ev işi, evi təmiz saxlamaq, həm də ki, uşaqları məktəbə aparıb gətirmək, bunlarla məşğul olmaq. Evi həmişə ikinci plana qoyuram. Mənim üçün ən vacib uşaqlarla yedizdirmək, aparmaq, gətirmək, onlarla məşğul olmaq, ondan sonra evin işi. Əlbəttə ki, ev bizim necə deyirlər? Ev bizim nəyimizdir? Üzümüzdür. Deyəsi belə sayılır da, ev bizim üzümüzdür. Yəni üzümüz necə təmiz olmalıdırsa, ev də belə təmiz olmalıdır. Üstdən tez bazar təmizlik işi görürəm. Misal üçün, səhər duranda uşaqlar səhər yeməyi eləyənə qədər tez qaçıram, evin işlərini görürəm. Ancaq üstündən təmizləyirəm və əgər məndə boş vaxt qalırsa, onda əlbəttə ki, plisoslayıram, polları silirəm, tozunu alıram və başqa bir şeylər də, misal üçün ev işlərinə aid olan şeyləri eləyirəm. Amma əgər ki, vaxtım azdırsa, onda üstündən təmizləyirəm. Əsas zalı səliqəyə salıram, divanı, kreslonu, nə bilim, yerdə nəsə tökülübsə, uşaqlar paltarını dəyişəndə arada baxırsan, yerə atırlar, divana atırlar, stullara, belə tökürlər hər yerə və qaça-qaça məktəbə gedirlər. Yəni bu tör-töküntü şeyləri yığıram, hərəsi öz yerinə qoyuram və əgər vaxtım qalırsa, lap belə dərindən də təmizləyirəm. Çox vaxtı altı bazara saxlayıram təmizlik işi, dərindən də, yəni. Amma altı bazar da alınmır. Çünki hamı evdədir, ya da ki özüm harasa gedirəm. Misal üçün nəsə başqa bir işim olanda altı bazara salıram ki, çünki hamı evdədir, rahat gedib gələ biləcəm. Nəysə bizim qadınların işi heç vaxt bitmir. Arada fikirləşirəm ki, və hətta deyirəm, kaş mən kişi olardım, yalnız işə gedib gələrdim və işdən gələndən sonra yalnız divanda oturardım, çay tələb eləyərdim, yemək tələb eləyərdim, uşaqlarla yarımca saat vaxt keçirdərdim və sonra qalan vaxtlar ancaq özümə aid olardı. Əslində bütün günah qadınların özündədir. Çünki biz istəyirik ki, hər bir evə aid olan işi biz özümüzə götürək, öz çiynimizə götürək və ancaq biz onu daşıyaq. Çünki biz düşünürük ki, əgər bu işi mənim yoldaşım eləsə, bu onu axıra kimi aparmayacaq, ya da ki, heç eləyə bilməyəcək. Ona görə hər şeyi özümüzə götürürük. Amma niyə ki, eləyə bilməsin? Kişilər bizdən güclüdür. Deməli, onlar hər bir şey eləyə bilərlər. Misal üçün, ev işi mənə aiddirsə, onda uşaqlarla dərs yazmağı yoldaşıma aid olsun. Amma sonra fikirləşirəm ki, yox, o onlarla yaxşı məşğul ola bilməz. Hansısa dərsi yaxşı başa sala bilməz, ya da ki, hansısa tapşırığı üstündən keçəcək, deyəcək ki, bunu yazma, eyb yox, bu belə qalsın. Nədənsə biz belə düşünürük. Bilmirəm sizdə necədir, amma mən misal üçün belə düşünürəm. 18 manata bazarda nələr aldım? Turşu bağlamaq istəyirəm, kələm turşusu və biraz meyvə götürdüm. Deməli, üzüm 1 manat 50 qəpiyə. Bu qarası qəşəngdir, iridir. 2 manata isə burada 2 sortdur. Murad özü seçirdi özünə. Sonra 1.30-a xiyar, belə qəşəng şeyli, tikanlı. 6 manata soğan kilosu. Sonra burada biraz göyərtidir, o da turşu üçün petruşkadır, şüyüd və nanə. Nanə hələ ki bağda yaxşı yetişməyib, çıqlı-çıqlıdır da, ona görə bağdan yığa bilmədim, hələ ki aldım. Sonra biber səhv etmirəmsə 1 manataydı. 1.30-a çuğundurla kök 1 manat 30 qəpiyə. Kələm 1 manata və acı biber səhv etmirəmsə 1 manat 50 qəpik. Belə. Bir də buradan armud götürmüşəm və mandarin 1 manat 50 qəpiyə kilosu.
Görək bu armud necədir, şirindir yoxsa yox. Çünki bir dəfə götürmüşdüm belə iri armud, dadsız idi. Bir də qəşəngdir, amma özü dadsız idi. Amma bir dəfə də götürəndə qəşəng idi, şipşirin idi. Növbəti gün gedib almaq istəyəndə artıq yox idi satışda, bitmişdi. İndi ona görə 3 dənə bunu götürdüm. Görüm əgər dadlıdırsa, şirindirsə, ondan sabah gedib çox alacağım. Bir də mandarin, 1 manat 50 qəpiyə kilosu az götürdüm. Çünki indi mandarin çox turşdu. Birazdan hardasa 1-2 həftədən sonra şipşirin mandarin olanda onda biraz çox alacağım bunu. Uşaqlara məktəbə qoyacağım. Biraz kök qoyacağım məktəbə, biraz mandarin, sonra üzüm. Sabah uşaqlar məktəbə ancaq meyvə aparacaqlar. Belə. Və bu bazarlığa 18 manat pul verdim. Əlbəttə ki, bu sərf eləyir. Çünki dükandan turşu almağa heç sərf eləmir. Az çıxır, həm də bahadır. Amma baxıram, cəmaatın çoxusu gedib alırlar, ərinirlər də özlərini bağlamağa. Mən əgər qənaətçil olmasaydım, bəlkə onu hesablamazdım. Necə sərf eləmir də dükandan hazır turşu almağa. Bəlkə mən də onda alardım, amma bir şeyi alanda mütləq hesablayıram, baxıram sərf eləyir yoxsa yox və sonra alıram. Belə, indi bu meyvələri qəşəng yum. Qoyum meyvə qabının içinə, qoy uşaqlar yesin. Amma hamısını qoymayacağım. Biraz qoyum, qalanı xaladenika, soyuducuya qoyacağım. Belə və sonra boş olan kimi başlayacağım turşu hazırlamağa. Gəlin söhbətimizi davam eləyək. Çünki mən hələ də axıra kimi sizə deməmişəm. Mənim mövzum hələ bitməyib. Söhbət niyə qadınlar evin yükünü hamısını öz boynuna götürürlər? Mövzu elə budur. Hətta bazara getməyi də biz öz boynumuza götürmüşük. Nəyə görə? Çünki bizim kişilər bazarlıq eləyəndə həddindən artıq çox pul xərcləyirlər və lazımlı şeylər almırlar ya da ki alanda çox baha bir qiymətə alırlar. Buna görə çalışırıq bazara da özümüz gedək. Şkafın şurupu biraz aralandı. Oturub gözləmirik ki, bizim yoldaşımız nə vaxt işdən gələr və əlinə atvertka götürəcək, gedib o şurupu yerinə salacaq. Biz neynirik? Gedirik özümüz atvertkanı götürürük və o şkafı özümüz düzəldirik. Kişilərin əlindən onlara aid olan hər bir işi əlindən alırıq və hər şeyi öz boynumuza götürürük və sonra yoruluruq, başlayırıq dalaşmağa. Niyə onlar hansısa bir işi görmürlər? Çünki biz qadınlar özümüz bu şəraiti yaratmışıq. Hər bir şeyi öz boynumuza götürmüşük. Mənə elə gəlir ki, bu ancaq Azərbaycanlı qadınlara aiddir. Başqa ölkədən qadınlar özünü belə yükləmirlər və əgər o işi bacarırlarsa, özünü elə aparırlar ki, güya bacarmırlar. Amma biz neynirik? Biz öz kişilərimizi başından sığallayırıq, deyirik ki, o yazıqdır, işdən gəlib, yorulub və ona görə bu işi mən özüm düzəldim. Və belə bizim evdə tənbəl kişilər olurlar və onlar bu rahat yaşayışa öyrəşirlər. İşdən gələndən sonra ancaq divanda otururlar, telefona baxırlar və sonra biz başlayırıq onlarla dalaşmağa. Kişilərlə dalaşmaqdansa özümüzə sual verək. Niyə biz özümüz bunlara belə bir şərait yaratmışıq? Niyə biz hər bir şeyi, onlara aid olan işi özümüz eləmişik? Çünki biz onları yazıqlamışıq, demişik ki, o yazıqdır, yorğundur, amma özümüzə heç fikir verməmişik, özümüzü heç düşünməmişik. Bilmirəm bu mövzunu mən niyə açmışam, mən hardan hara gəlib çıxmışam, yəqin ki, hansısa bir rəyi oxumuşam və ona görə başladım bu mövzudan sizə danışmağa. Bəzi xanımlar hətta mənə yazırlar ki, qənaət eləməkdənsə sənin yerində olsaydım, durub gedib işləyərdim. Sizə kim deyir ki, mən işləmirəm? Kim deyir ki, mən boş oturmuşam? Mənim həyatımda ən vacib işimi eləyirəm. Hər gün, gecə gündüz mən öz uşaqlarımı böyüdürəm, onlara tərbiyə verirəm. Əsas bu dəqiqə ən vacib olan iş budur. Dövlətə, bir də özümə xeyirli bir övlad böyütməyə çalışıram. Bu dəqiqə mənim üçün vacib olan ən böyük bir missiyanı yetirirəm və əlbəttə ki, ikinci işim mən blogeram. Video çəkirəm, sizinlə paylaşıram və buradan da qazanc əldə eləyirəm. Buna görə kim ki məni işə göndərir hər dəfə, kim ki yazır gedişdə, video çəkmə gedişdə,
Sizə demək istəyirəm ki, mən həm çəkirəm, həm paylaşıram, həm də ki qazanıram. Sizinlə danışana qədər demək olar ki, turşunu bağlamağı artıq bitirirəm. Axırıncı şeylər qalıb, indi onları da eləyim, sonra yaxşı qarışdıracağam və balonlara düzəcəm. Əslində bu turşunu hardasa bir 5-6 saat saxlamaq lazımdır, sonra isə balonları yığmaq. Mənim isə vaxtım yoxdur. Həmişə evə gələndə hansısa başqa bir işi görürəm və ola bilər ki, unuda bilərəm. Qalacaq belə 2-3 gün. Ona görə dedim elə tez bazar buranı yığışdırım, balonlara qoyum və aparım birinci mərtəbəyə. Buna da bir dənə quş qoyum. Və mənə elə gəlir ki, heç bir şey olmayacaq. Onsuz da o öz suyunu orada çıxardıb. Mən hardasa 2 saat saxlamışdım. Sonra isə doldurdum balonlara. Öz sokunu da əlavə eləmişəm balonlara. Sonra isə duz elədim. Adi su da eləmişəm. Bir neçə gün birinci mərtəbədə qalsın, sonra isə açıb sizinlə birlikdə dadına baxarıq, görək necə alınacaq. Amma mənə elə gəlir ki, yaxşı alınacaq. Çünki bu elə bir turşudur ki, necə eləyirsən elə, həmişə qəşəng alınır. Artıq payızın soyuq vaxtları gəlib düşüb və təzə xiyar, pomidor salatı adam heç yemək istəmir. Çünki pomidorun qəribə dadı var. Elə bil ki, heç bir şey dadmır. Həm yaralıdır, belə pisdir də, həm də ki, bahadır, həm dadsızdır. Ona görə bizdə artıq xiyar, pomidor salatı yeyən yoxdur. Ancaq hamı turşu axtarır. Dedim, elə ən tez yaxşı tez hazır olan turşulardan biri elə budur. Biz elə də çox turşu yeyən deyilik. Elə olur ki, günorta yemək yeyəndə heç yadımıza düşmür. Amma arada misal üçün kartuşka qızartması hazırlayanda yanında turşu da istəyirsən, onda açıram, qoyuram və yeyirik. Artıq turşularım hazırdır. Əlavə su tökürəm, qapağını bağlayıram və aparıram birinci mərtəbəyə. Arxa fonda həm uşaqlarla dərs oxuyuruq, onlara başa salıram, həm də ki, turşu bağlayıram.
Çox vaxt özləri dərs yazırlar. Mən sadəcə yanlarında otururam ki, söhbət eləməsinlər, öz işlərini tez bitirsinlər. Mən öz işimi bitirdim və özümə yaşıl çay düzəltmişəm və mənim bu dəqiqə ən dadlı olan şokoladlarım baxın bunlardır. Əlbəttə ki, bunların hamısını mən indi bu krujka ilə içməyəcəm. Biraz qalacaq və ikinci krujka içəndə bunu yox eləyəcəm. Artıq sizinlə sağollaşmağa vaxtı gəlib çatıb. Ümid edirəm ki, lap axırıncı dəqiqəyə kimi baxmısınız. Əgər kanalıma hələ abunə olmamısınızsa, onda mütləq abunə olun. Rəy bölməsinə smailik saxlamağa və like eləməyə unutmayın. Mən isə öz tərəfimdən həmişəki kimi hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda mütləq və mütləq görüşərik. Hələlik.